Mən bununla razılaşmazdım ki, kişilərdə bu görsənmir. Kişilər də latentləşibdir, təsvir olsun. Qadınların bu yüksək enerjisi, qadınların bu imkan bərabərliyinə çatması sırf resurs perspektivindən. Kişilər də zəiflədibdir, çoxlu femin edibdir. Və bu uzun müddətli belə bir strategiyadır. Sən qıza küçədə sataşa bilməzsən, bərabər imkanlar yaradılmalıdır. Yəni ki, bu maskulinlik hardasa itirilibdir də. Sən qadın hesabı ödəyəndə, sən deyirsən ki, mən görməli bütün hesabı ödəyim. Bu artıq qeyri-etik sayılır, mütləq 50-50 olmalıdır və biz belə bir cəmiyyət kişi böyütmüşük. Mən indi tələbələrlə, cavanlarla çox işləyirəm və qızlar şikayətlənir ki, deyir ki, bu müasir oğlanlarla söhbət etmək, onlar bilmirlər nə istəyirlər. Evlənmək istəyirlər, istəmirlər, uşaq istəyirlər, istəmirlər, qadına baxmaq istəyirlər, istəmirlər, heç nəyi bilmirlər, heç nəyə qərar vermək istəmirlər. Hətta John Gottman, baxmayaraq ki, Amerika psixoloqudur, Amerika araşdırmacıdır, o da öz kitabında yazırdı ki, uğurlu ailələr, onlar 10 mindən ailəni uzun illər ərzində müşahidə edib və tendensiyaları çıxarıblar. O deyir ki, uğurlu ailələrdə mən bir şey görmüşəm ki, haradakı kişi idarə edir ailəni, haradakı kişi problemi həll edir. Və yüksək dəyərli kişi deyəndə biz kimi nəzərdə tuturuq? Onu çox qısa belə bir cəmləşdirə bilərəm ki, yüksək dəyərli kişi özünü idarə edə bilən, öz emosiyalarını idarə edə bilən, öz nəfsini idarə edə bilən, öz ailəsini idarə edə bilən, öz pulunu idarə edə bilən və öz qadını idarə edə bilən kişidir. Amma biz bu kişiləri artıq yetişdirmirik. Buraxmışıq boş-boşuna, bərabərlik yaratmışıq, o qadın getsin öz problemini özü həll eləsin. Onda sən niyə lazımsan?